Salam əziz dostlar, yenidən Brain Ring'dəyik və İctimai Televiziyanın efirində Brain Ring'in 27-ci mövsümü. Bugün isə may ayının final oyunudur. 10 ildən çox bizimlə olduğuna və verdiyi dəstəyə görə Heydər Əliyev Fonduna, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, o cümlədən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə təşəkkürümüz var. Oyunumuz bu dəfə də Dənizkənarı Bulvar İdarəsi ərazisində yerləşən Crystal Hall'dan yayımdadır və buranın əməkdaşlarına yaratdıqları rahat şəraitə görə minnətdaram. Verilişimizin baş sponsoru bu mövsümdə də NAR'dır. Bugün müstəqil hakim kürsüsündə baş sponsorumuz olanların İctimai Əlaqələr üzrə meneceri Anar Məsimovdur. Anar müəllim, xoş gördük. DJ pultu arxasında isə DJ Maksim. Maksim, səni də xoş gördük. Flash qrupunu gəlin salamlayaq. Onlar komandalara azarkeşlik edirlər və həmişə dəstəklərini əsirgəmirlər. Xatırladıram ki, bugün NAR Kuboku uğrunda yarış var və may ayının da çempionu bilinəndən sonra biz daha bir ayın, iyun ayının çempionunu müəyyən edib Kubok uğrunda yarışlara start verəcəyik. Dəyişməyən baş sponsorumuz NAR Kubokun sahiblərinə dəyərli hədiyyələr hazırlayıb. NAR sənə ən yaxın. Mart ayının çempionu Göyçayın NAR Plus komandasını salamlayıram. Eyni zamanda aprelin çempionunu Norm Cement. Bugünkü oyunun isə 3 iştirakçısı məlumdur. Bu Bakı komandasıdır, Quba komandasıdır və Lənkərandır. İndi qalır finalın bircə iştirakçısını müəyyən etmək. Bunun üçün də mən şans oyunu elan edirəm. Şans oyununa çıxan komandalar masalar arasında bölünürlər və buna uyğun olaraq da hansı masada bir komanda qalsa, onda həmin komandada necə deyərlər, masa arxasına əyləşib may ayının finalında son şansından istifadə edib oynayacaq. Bütün komandalara uğurlar. Dostlar, bu yaxında mənim əlimə 100 il əvvəl yazılmış coğrafiya dərsliyi düşdü və mən orada elə terminlər gördüm ki, onları indiki coğrafiya kitablarındakı terminlərə çevirmək üçün biraz vaxt aldı. Amma hamısının tərcüməsini tapdım. İndi istəyirəm yoxlayaq. Düz bilirik, yoxsa yox? Siz də bu qədər qısa müddət ərzində onları taparsınızmı? Dostlar, bu kitabda gördüyüm terminlərdən birincisi və məni təəccübləndirən buydu. Kürre-i mücəssimə. Vaxt. Yaşılmasa düyməni sıxıb kim cavab verir? Emin Qasımov, Bakı Dövlət Universiteti yer kürəsi. Yox, elə deyil. Buyurun. Sumqayıt komandası bizim fikrimizdə bu qlobusdur. Qlobusu tamamilə doğrudur. Yer kürəsi yox, qlobusuydu. Əlasız. Yenə də oyunçular iki masa ətrafında bölünür. Diqqət. Bəs 100 il bundan əvvəl yazılmış coğrafiya dərsliyində yazılmış bu söz, xətti istiva, o nə ola bilər? Vaxt. Yaşıl masada işıq yandı. Buyurun. Kim? Cavid Məmmədov, Norm Cement, Ekvator. Odur. Tamamilə doğrudur. Və indi gördüyünüz kimi iki komandadan biri qalacaq. Görək hansı biri oynayacaq. Daha bir termin. Miqyasül həva. Vaxt. Yaşıl masada düymə sıxılıb. Buyurun. Nə cavab verəcəksiniz? Adil Nəhmətli, Mingəçevir. Cavabınız? Yer miqyas. Xeyr, o deyil, o deyil. Görək Norm Cement cavab verə biləcəkmi? Cavid, sizin versiya nədir? Daha yaxşısını fikirləşə bilməyəcəm. Həva dediniz, olsun atmosfer. O deyil. Bu barometrin, miqyasül həva, havanın ölçməsini icra edən bir termindir. Yaxşı, onda kürre-i ərz nədir? Vaxt. Eşidirəm. Yer kürəsi. O isə doğru cavabdır. Tamamilə doğru. Mingəçevir komandası. Məhz siz oynayacaqsınız finalda. Fərid Şahmarlı, Adil Neymətli, Vüsal Mahmudov, Ruslan Abdullayev, Yusif Yaquboğlu və komanda kaptanı Murad Ağazadə öz yerlərini tuturlar. Təbrik edirəm. Bu son fürsətdən yararlana bildiniz və son şansınızdan istifadə etdiniz. Qalır onların rəqibini müəyyən etmək. Xatırladıram ki, finalın digər iştirakçıları Bakı, Quba və Lənkəran komandalarıdır. Hansı birinin çıxacağını isə biz gözü bağlı seçimdən müəyyən edəcəyik. Beləliklə, 3 oyun kartıyla önünüzdəyəm. Mən inanmıram ki, elə olsun. Hansı komandanı seçdiniz? Lənkəran komandasını. Digər iki komanda Quba və Bakı isə növbəsini gözləyir.
Diqqət! Səbinə Kərimli, Rəsul Rzayev, Eldar Həsənli, Dilarə Rəfi, Mühəmməd Əlizadə və Ağasəf Məhərrəmov öz yerlərini alırlar. İki komanda çox gərgin bir döyüşə, vacib döyüşə çıxırlar. Bu döyüşdən qalib çıxacaq komanda iki final döyüşünə qalacaq. Ona görə də ayın çempionatı uğrunda mübarizə çox da asan olmayacaq. 17-ci əsrdə Osmanlı elçisi Süleyman Ağanın Parisə səfər etməsindən sonra hansı içki Fransa aristokratiyasında olduqca məşhurlaşdı? Vaxt. Buyurun, Lənkəran komandası. Dilara cavab verəcək bu suala. Biz düşünürük ki, bu qəhvədir. Odur, tamamilə doğru. 1-0 hesabı Lənkəran açır və finala təsadüfi çıxmadığını sübut edir. Növbəti sual. Murad, 1901-ci ildə Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə açılmış Qızlar Məktəbinin ilk müdürü Hənifə Məlikova, ana dili və ədəbiyyat müəllimi isə Şəfiqə Əfəndizadə təyin edilmişdi. Həmin məktəbdə Səkinə Axundzadə hansı vəzifəni daşıyırdı? Vaxt. Direktor ola bilər, ondan sonra nəsə xüsusiyyəti var, kimsə qohumuz adıdır, nə bilim. Lənkəran komandası, buyurun. Dilara desin öz versiyasını. Bəlkə rus dili. O deyil. Mingəçevir düşünür. Dilizad olar. Həmin məktəbdə kesin aristokrat. Zəfət Axundov nədir? Rus, İngiliz, Fransız, Frank dilini bilir. Axundzadə. Axundova görə bəlkə. Ərəb dili. Aha, Murad. Zəhmət olmasa Adil üçün təkrarlayarız. 1901-ci ildə Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə açılmış o Qızlar Məktəbinin ilk müdürü Hənifə Məlikova olub. Ana dili ədəbiyyat müəlliməsi Şəfiqə Əfəndizadə və həmin məktəbdə Səkinə Axundzadə hansı vəzifəni daşıyırdı? O ədəbiyyat müəllimi idi. Dostlar, bax bu sualda biz Səkinə Axundzadənin adını yəqin ki, bundan əvvəl eşitməmişsiniz. Bizə onun haqqında bir təsəvvür yaratmağa çox çətindir. Amma soyadı Axundzadə bizə ipucu verirdi və Lənkəran komandasında bu versiyası var idi, amma onu demədilər ki, o ilahiyyat müəlliməsi idi. Bəli, bu məktəbdə şəriət dərsləri keçirilirdi. Növbəti sual 2 xal dəyərində. Erasmus 1794-cü ildə çap olunan Zoonomiya kitabında bütün istiqanlı heyvanların tək bir canlı teldən yarandığını irəli sürmüşdü. Erasmus kimin babası idi? Vaxt. Yenə Lənkəran, buyurun. Dilara cavab verəcək bu suala. Dilara, ehtiyatlı olun. İlk saniyə 2 xal. Charles Darwin. Odur! Təsadüfi deyil ki, Charles Darwin öz babasının fikirlərini inkişaf etdirərək təkamül nəzəriyyəsini irəli sürmüşdü. Lənkəran komandası ciddi üstünlük əldə edir və bu üstünlüyü itirmək istəmir deyə kapitan masaya da hələ yumruğunu vurur ki, itirə bilmərik bu üstünlüyü. Məşhur aviaşirkətlərdən birinin 2000-ci ildə buraxılmış reklam kampaniyalarından birində üzərində dünyanın müxtəlif şəhərlərinin adları yazılmış bir neçə eyni əşya təsvir olunub. Söhbət hansı əşyalardan gedir? Vaxt. Mingəçevir deyəsən bilir. Buyurun. Fərid Şahmarlı. Bəlkə bu soyuducuların üstünə vurulan o maqnitlərdən ola bilər. Xeyr, o deyil. Lənkəran düşünür. Komanda isə sizi itirir. Çamadanın üstündə. Bax, 2000-ci illər 2000-də məşhur nə olub? 2000-ci il. Olimpiya Sidneydi 2000-də. Hamısı salam yazar bilər. Şeylərdə TR şeylərində sağ ol ya salam olur. Hamısı təqi olur, elə bir şey ola bilər. Tamazan təqi. Ağasəf. Zəhmət olmasa Rəsulsun təkrarlayarsınız. Məşhur aviaşirkətlərdən birinin 2000-ci ildə buraxılmış reklam kampaniyalarından birində üzərində dünyanın müxtəlif şəhərlərinin adları yazılmış bir neçə eyni əşya təsvir olunub. Söhbət hansı əşyalardan gedə bilər? Olsun bu puzzle hissəci idi ki, bu hissəyə getdim, bu hissənin puzzle-ını qoyum, bu yerə getdim, oranı qoyum. Yəni hissəciklərdən birləşdirilmiş xəritə hissəsi. Yox, o da deyil. Mən bu sualı növbəti döyüşdə verəcəyim. Gəlin görək, digər komandalar bu barədə nə fikirləşir. Və daha bir sual. Kəlniyyət jurnalı 1912-13-cü illərdə Bakıda fəaliyyət göstərən satirik jurnal idi. Qeyd olunan jurnal üçün karikaturaları hansı Bakılı çəkirdi? Vaxt. Mingəçevir komandası hesab arasında fərqi azaltmağa çalışır və rəqibə aman vermir. Çünki bu onlar üçün qələbə məqamı ola bilərdi. Buyurun. Ruslan cavab verəcək. Eşidirəm, Ruslan. Əzim Əzimzadə. Odur. 3-2. 3-2.
Hesab arasında fərq azalır. Mingəçevir komandası oyundadır və indi hətta üstünlük əldə edə bilər. Amma növbəti sual onlara heç-heçə vəd edir. Ağasəf, yadınızdadır da sizin finala yolunuz necə asan olmamışdı? Bəli. Yəni bu finala qədər çatmaq və seçim oyunundan geri qayıtmaq yəqin istəməzsiniz. Xeyr, istəmərik. Tribunalardakı yeriniz hələ soyumayıb. Ehtiyatlı olun. Salih Tahirov xatırlayır ki, 1909-cu ildə anadan olmuş. Bu rəssamın bir xüsusiyyəti etüdniki çox vaxt özündən bir qədər aralı qoymağa imkan verirdi. Söhbət kimdən gedir? Vaxt. Dedi əvvəlində. Qırmızı masada işıq yanıb, buyurun. Muhammed öz desin. Bəlkə bu Jackson Pollockdur. O tulluyurdu da, atırdı fırçanı. Bəli. 1909-cu ildə. Bilmirəm nə vaxt olub, amma ola bilər. Sizcə o etüdnikdən istifadə edirdi? Bir düşünün, Mingəçevir düşünür. Qolu uzundur, bəlkə yaxın işləyəndə problem yoxdur. Qolu zad uzun. Gözlü görmə problemi olur. Bir də uçan adamları zad təsvir edir, bəlkə nə bilim. Prosta yerli olacaq da çox. Tahirov zad dedi, bəlkə nə bilim. Buyurun. Adil üçün təkrarlayarız, zəhmət olmasa. Salih Tahirov xatırlayır ki, 1909-cu ildə anadan olmuş bu rəssamın bir xüsusiyyəti etüdniki çox vaxt özündən bir qədər aralı qoymağa imkan verirdi. Söhbət kimdən gedə bilər? Mən onun qollarının uzun olduğunu bilirəm. O yəqin işləyəndə yaxından biraz problem yaratmış, uzağa qoyulmuş. Səttar Bəhlulzadə deyəcəm. Tam doğru izah etdiniz. 3-3. Bəli, söhbət Səttar Bəhlulzadədən gedirdi. Mənə bir nəfər maraqlıdır. O da cavabı tapmışdı, yoxsa yox. Çünki Norm Sement komandasında Cavid görəsən bu cavabı tapmışdı, yoxsa yox. Cavid tapmışdı cavabı. Hə, növbəti sual. Səttar Bəhlulzadənin çəkdiyi Qələgah burnu əsəri 5-in 11 santimetrə ölçüdədir. Cıdır düzü əsəri 16 santimetrin 6-yadır. Payız əsəri isə 7,5 santimetrin 12,5 santimetrə ölçüsünə malik idi. Rəssam bu əsərlər üçün nələri özü seçib rəngləyirdi? Vaxt. Nələr balacadır. Nəzə 7 da 5 min. Hamısında nə ola bilər? Abi dəqiqə keçişlər nə idi? Əsərlər nə idi bir də deyin. Ot ciddi düz dedi, nə bilim payız dedi, rəngləri, yəni fəslin rəngi. Vurun bunlardan. Çərçivələr daha yaxşı olar. Mingəçevir cavab verməyə deyəsən hazırdır. Yoxsa hazır deyirsiniz. Muradın üzündən başa düşmək olmur. Vüsal cavab verəcək. Buyurun Vüsal. Bir yaxşı versiyamız olmadı. Bəlkə çərçivələrini özü rəngləyir. Heç yaxşı versiya deyil. Heç yaxşı versiya deyil. Amma düzgündür. 4-3. Rəsm əsərləri kiçik ölçülərə malik idi və rəssam zədələnməsinlər deyə onları özünün seçdiyi və rənglədiyi çərçivələrə salırdı. Mingəçevirin şans oyunundan sonra gəlib bu cür üstünlük əldə etməsi görəsən Lənkəranın yolunu kəsə biləcəklərmi? Ağasəf, Anna Stepanovna xatırlayır ki, anası Vera son günlərinə yaxın barmağından qızıl üzüyünü çıxarmış və Türkiyədən göndərilmiş gümüş üzüyü taxmışdı. Bəs həmin üzüydə kimin imzası həkk edilmişdi? Vaxt. Qırmızı masada file start düymə sıxan masadan qalxmalı olur. Qalan vaxt Mingəçevirindir. Yadıma çıxır. 13-də vuracaq. Hə, kitabı da var məndə. Vur. Üzünüz gülür Murad. Bəli, Adil cavab verəcək. Buyurun. Nazim Hikmət. Adil komandanı şans oyunundan bu masaya gətirdi və onu qalib etdi. Tamamilə doğrudur. Lənkəran əfsuslar olsun ki, may ayının çempionu adı uğrunda mübarizəni davam etdirə bilməyəcək. Bu yerdə onların yolu kəsilir və çox heyif ki, bu cür parlaq komandanı biz masa arxasında görməyəcək. İndi görəcəyimiz komandaları isə biraz əvvəl biz seçimdə kənara qoymuşduq. İndi isə gəlmək vaxtıdır. Qarşılayın Bakı komandasını yaşıl masa arxasına dəvət edirəm. Kənan Dadaşzadə, Namiq Quluzadə, Səbuhi Göyüşov, Tural Sultanov, Ağarəhim Qılıçev və Elgün Əbdürrəhmanov öz yerlərini alırlar. Rəqibləri isə Quba komandasıdır. Buyurun, qırmızı masaya. Neyman Qeybullayev, Nəzrin Mahmudlu, Məhəmməd Hacıbalayev, Gültac Əhmədova, Cavadxan Məmmədli və komandanın kapitanı Aytac Əhmədova.
Bunu biraz tez baş vermiş final da adlandırmaq olardı. Amma bu döyüşün qalibi may ayının çempionu olmayacaq. O may ayının çempionu adını qazanmaq üçün daha 2 döyüşü Mingeçevirə qarşı keçirəcək. Beləliklə ikinci döyüşə başlayırıq. Hesab 0-0, bir xal oynanılır. Osmanlı sultanlarından birinin anası Turhan Sultanın oğlu uşaq ikən oğurlanmış və qul kimi satılmış, sonradan öz yaraşığına görə satın alınıb saraya gətirilmişdi. Bəs bu uşağa sonradan hansı peyğəmbərin adı verilmişdi? Vaxt. Quba, düymədə birincisiz. Buyurun, kim cavab verir Aytaç? Neyman Cafer. Salam Fatih, Yusif. Bəli, uşağa başına gələn bədbəxt hadisələrə və yaraşığına görə Yusif peyğəmbərin adı verilmişdi. Quba, Qubanın üstünlüyü, növbəti sual. Xanlar Əhmədov və Namiq Dadaşovun müəllifləri olduqları Üzeyir Hacbəyevin büstü hazır olandan sonra onu Moskvadan gələn komissiya qəbul etməli idi və komissiya üzvləri heykəlin üzərində adın yazılmadığını görüb bunu soruşmuş. Müəlliflər isə Puşkini misal çəkərək nə demişdilər? Vaxt. Bakı komandası buyurun. Namiq cavab verəcək. Onlar qeyd eləmişlər ki, necə ki Puşkini hər kəs tanıyır, Üzeyir Hacıbəyovu da hər kəs tanıyır. Yəni görəndə biləcəklər ki, bu Üzeyir Hacıbəyovdur. Yazmağa ehtiyac yoxdur. Tamamilə doğru izah etdiniz. 1-1. Tamamilə doğru. Daha bir sualım var. Ötən döyüşdə verdiyim sualı təkrar edirəm. Bu məşhur bir aviaşirkətin 2000-ci illərin əvvəlində buraxılmış reklamına bağlı sualdır. Deməli, reklam kampaniyalarından birində onlar üzərində dünyanın müxtəlif şəhərlərinin adları yazılmış bir neçə eyni əşya təsvir olunduğu plakat deyim, yoxsa poster deyim, bir sözlə bir reklam buraxdılar. Bu şəkildə, bu posterdə hansı əşyalar təsvir olunmuşdur? Vaxt. Quba, eşidirəm. Bəlkə o Lego parçaları idi, birləşib sonra Legonu əmələ gətirməli. Bayaqları puzzle demişdilər. Siz deyirsiniz ki, Legodur. Lego da deyil, Bakı düşünür. İrlandiya ola bilər, İrlandiya bayrağı. Otellərdə girəndə məşhur şey, Tokyo saatı, New York saatı falan. Burada üstündə yazır. Ən ucuz nədir İrlandiyanın şeyi? Reyner ola bilməz. Yox, nəsə əşya deyil. 2000-ci ildə. Kubik zad olmaz. Məşhur deyil, Turkish Bakı komandası, buyurun. Gəlin analogiya aparaq ki, eyni məntiqi biz otellərə girəndə də görürük. Orada saatların altında müxtəlif şəhərlər yazılır və onların saatları qeyd olunur. Dostlar, bu turistlər üçün hazırlanmış bir reklam idi. Bu gəzməyi xoşlayanlar üçün hazırlanmış bir reklam idi və bu 2000-ci illərin əvvəlidir. Təsəvvür edin, yadınıza salın, 25-26 il bundan əvvəl hələ də biz səyahətə gedəndə üstümüzdə fotoaparat aparırdıq, hər şeyin şəklini çəkirdik. Aviaşirkət fotolent çarxı ilə, plyonka ilə belə deyək, bu reklamda mesaj vermiş və 2000-ci illərin əvvəllərində hələ də insanların o plyonkalı fotoaparatlardan istifadə etdiyinə işarə etmişdi. Növbəti sual, 2 xal dəyərində. Uzun illər Kür dili adasında tək yaşayan Vitali Aleksandroviç Pronini Neftçalalı kim adlandırırdılar? Vaxt. Bakı komandası 2 xal ovunda. Buyurun, kim? Kənan cavab verəcək. Kənan eşidirəm. Robinson Crusoe. Bəli, Neftçalaya məxsus adada tək yaşayan Proninə 28 il adada yaşamış personaj ləqəbi kimi bir ləqəb verilmişdi. 3-1 Bakının üstünlüyü. Quba, təslim olmuruq. Aytaç, Şəkidə olmusunuz? Bəli, olmuşam. Bir dəfə, dəfələrlə? Bir dəfə. Kinoya getmişsiniz? Orada xeyr. Şəkidə bir zamanlar yay kinoteatrları çox məşhur idi və şəhər sakinlərindən birinin isə bəxti gətirmişdi və o eyvanı bu kinoteatrlardan birinin elə bil ki, həyətinə baxırdı onun eyvanı. Yəni, yaxşı Hind filmləri göstəriləndə o dostanışı yığırdı evinə və onlar üçün indiki dillə desək, belə VIP lojada nümayişə baxmaq imkanı yaradırdı. Və belə nümayişlərdən birincisi zamanı kinoteatr işçisi sözü gedən Şəki sakininin qapısını niyə döymüşdü? Vaxt.
Nə? Bəlkə də ondan sonra özü də baxmaq istəyir. Öyrənişlə bilər, özə gəl bax. Bakı komandası sizin versiyanız. Gəlin belə düşünək ki, həmin film ilk dəfə nümayiş etdirilir. O həmin şəxsə deyir ki, okey, sən baxırsan, amma qonşulara olar bunun sonluğunu deməyəsən, çünki onlar gəlib baxsınlar. Spoiler verməsin qonşularına. Yox, elə deyil. Quba düşünür. Ödəniş qabısında, yəni bəlkə pulun versiyasında sir olar. Saat bizə bir o VIP kimi ora bilet mi? Ya da ilk dəfə nümayişimizi özü VIP'dən baxmaq istəyir. Quba, Zəhmət olmasa mənim üçün sualı təkrar ediniz. əlbəttə, Şəkidə bir yay kinoteatrı təsəvvür edin və bəxtiniz elə gətirib ki, sizin eyvanınız düz bu kinoteatra, belə, yəni filmə həmişə baxmağa imkan verən bir mövqeydədir. Əlbəttə, şəhər sakinlərindən birinin belə imtiyazı olduğundan, yaxşı filmlər olanda o qonşunu yığırdı evinə ki, gəlin, yaxşı film bu gün olacaq, saat 6-da play basırlar və oturursan VIP loja kimi, yeməyin, içməyin, böyük bir masa açılır və bu məqamda 6-ya bir 5 dəqiqə qalmış, kinoteatrın işçisi qapını döyür ki, salam əleykum. Dalında nə deyir? Yəqin o deyir ki, olar mən də özüm də oradan filmi seyr edeyim. Yəni Axı onun hətta birinci sıradan filmi izləməyə imkanı var. Niyə bunu eləsin? Gəlin Şəki komandasından soruşaq. Bəlkə onlar bu hekayəni bilirlər. Əslində bu hekayə mən mənbəyini dəqiqləşdirəndə öyrəndim ki, həqiqətən olmuş və dillərə düşmüş bir hekayədir. Bəlkə Şəki komandasında kimsə bunu bilir. Dəqiq bilmirik, amma düşünürük ki, əsl Şəki sayağı bəlkə o pul istəmişdi oradan baxanların, biletin pulunu istəmişdi. Yox, hekayə daha maraqlı olmuşdu. Məsələ ondadır ki, sözü gedən texniki işçi yaxınlaşıb praktik bir məsələni həll eləmək istəyirdi. İş ondadır ki, eyvanda işığın yanması tamaşaçıların filmi izləməyinə mane olurdu. Və o onlardan xahiş etmişdi ki, baxırsınız, baxın, amma çılçırağı söndürün, çünki başqalarına baxmağa mane olur. Növbəti sual həll edici ola bilər deyə mən Bakı komandasının qələbəsini də təmin edən bu sualı müstəqil hakimimizlə seçəcəyəm. Anar müəllim, bu Quba komandasına hesabı bərabərləşdirmə imkanı verən, Bakı komandasına isə bu döyüşdən qalib çıxmağa imkan verən sual olacaq. Hansı biri? Diqqət. Aparılan bir araşdırma zamanı müəyyən edilmişdi ki, video oyunlar mikromotorikanı və diqqəti inkişaf etdirdiyi üçün mütəmadi oyun oynayan hansı ixtisas sahibi olan həkimlər iş prosesində daha az səhvlər edirlər? Vaxt. Bakı komandası buyurun. Kənan Cəfərci. Hansı ixtisassız? Cərrahlar. Doğrudur. 5-1. 5-1. Tamamilə doğru cavab. Və Bakı komandasının masa arxasında qalmaq fürsəti. Təbrik edirəm və Mingəçeviri döyüşə dəvət edirəm. 2 final döyüşü üçün Mingəçeviri komandası qırmızı masa arxasına gəlirsiniz. Fərid Şahmarlı, Adil Neymətli, Vüsal Mahmudov, Ruslan Abdullayev, Yusif Yaquboğlu və Murad Ağazadə gəlirlər. 2 final döyüşü və bu döyüşlərdən qalib çıxacaq komandalar. Başa düşdüyünüz kimi hesab 1-1 də ola bilər. Çünki 2 final döyüşü keçirilir. Hesab 2-0 da ola bilər. 2-0 olsa qalib komanda artıq may ayının çempionu adlanacaq. Yox, 1-1 olsa daha bir əlavə sual qalibi müəyyən edəcək. Amma o vaxta qədər mənim təklifim nəfəs dərməkdir və bu musiqili time outda bugün qonağımız qarşılayın Nicat Cəfərzadədir. Dedim ki ayrılaq hər şeyi unuda. Xatirələr dindi oxundu varaq. Sinəmi dağladım, bizim üçün ağladı itər. Sevgimiz şirin şəkər bir nağılıdı, sındı dağıldı. Görüş yeri darıdım yenə. Şirin şəkər bir nağılıdı, sındı dağıldı. Sevgim gözler seni döne el çekmir yakandan. Hiç zaman bu hicran yandırır beni güle güle. Ümitler bugün de yaşar, hele garibe dünyadır. Bir ucu sevdadır, arzular yandı döndü küle. Ayrılar indi güle güle, neyleyek alınmadı. Küsüp bu dünyadan gelindi tek kalan.
geçmiş sevgini seninle unudak. Leyleyek bir yerde, o öten günlerde kalır. İzimiz uzak düşen günler bir ada diyek elvida. Bir de çetin geriye döner. Hatireler düşecek ya da sensiz dünyada. Seni seven yürek gözden gelir. El çekmir yakamdan. Hiç zaman bu hicran yandırır beni güle güle. Ümitler bugün de yaşar. Hele garibe dünyadır. Bir ucu sevdadır. Arzular yandı döndü küle. Ayrılık indi güle güle. Neyleyerek alınmadı. Şirin şeker bir nağılıdı, sındı dağıldı. Sevgim gözler seni döne döne. El çekmir yakamdan. Hiç zaman bu hicran yandırır beni güle güle. Ümitler bugün de yaşar. Hele garibe dünyadır. Bir ucu sevdadır. Arzular yandı döndü küle. Arzular yandı döndü küle. Ayrılık indi güle güle. Garibe dünyadır. Bir ucu sevdadır. Arzular yandı döndü küle. Ayrılık indi güle güle. Neyleye? İctimai televiziyaya baxırsınız, efirdə branding verilişidir və bizim baş sponsorumuz NAR-dır. Mən internetsiz həyatı artıq təsəvvür etmirəm. Yəqin siz də və hər an onlayn qalmağı sevirsinizsə, NAR internet paketləri məncə sizin üçündür. Çünki cibə uyğun, sərfəli qiymətlərlə bol-bol gigabaytlar əldə edib doyunca izləyə, dinləyə və paylaşa bilərsiniz. Sürətli internet təcili lazımdırsa, limitsiz 1 saatlıq paketi. Yox, əgər ay boyunca internetiniz olsunuz deyirsinizsə, 11 gigabaytlıq paketə qoşulmağı tövsiyə edirəm. Qoşulma qaydaları üçün internet yazıb 777-yə göndərin. Ətraflı məlumatı isə NAR Plus tətbiqindən və ya NAR Az internet səhifəsindən əldə edə bilərsiniz. Bugün müstəqil hakim kürsüsündə baş sponsorumuz olan NAR-ın ictimaiyyətlə əlaqələr üzrə meneceri Anar Məsimovdur. Anar, Quba və Lənkəran çox peşmandılar. Kör peşman əyləşiblər. Əfsuslar olsun ki, alınmadı bura qədər gəlmək. İndi bundan sonra nə edəcəklər? Qabaqda iyun ayı var, amma yenə də komandalar o oyun ruhunu niyə itirməli deyirlər? Yəni əslində sərbəst olub oyundan zövq alma ən gözəl səbəbdir burada həmişə. Mənə də elə gəlir. Hardasa mənə də elə gəlir ki, yəni bu oyundan birinci növbədə evə ləzzətlə qayıtmalısan deyə oynamalısan. Yeri gəlmişkən hədiyyələrə görə təşəkkür edirəm. Hər zaman olduğu kimi baş sponsorumuz NAR may ayının çempionlarına da xüsusi hədiyyələr təqdim edəcək. NAR sənə ən yaxın. Hal-hazırda qırmızı masa ətrafında Mingəçevir komandası, yaşıl masa ətrafında isə Bakı komandası əyləşib və düyməsixanlar indi fay start etmək təhlükəsindən çox qorxurlar. Ona görə də dördçü nişanı onları xilas edəcək. Diqqət, vaxt. Qırmızı masada fay start görürük və yaşıl masa bu sözü gedən nişanı sinəsinə taxa bilir. Yeri gəlmişkən bu yerdə, bu məqamda bir şey də vurğulayım ki, dördçü nişanı sizə düyməni fay start edib sıxdığınız təqdirdə yenə də masa arxasında qalmaq imkanı verəcək. Diqqət, döyüşümüz başlayır. Bir neçə il öncə çəkilmiş qısa metrajlı sonuncu filmi 1952-ci il doğumlu hansı həmyerlimizə həsr olunmuşdu? Vaxt. Sonuncu olimpiyadaya gedib. Neyse sonuncu maestro belki de 52-də doğuldu, bir yıl elə əvvəl 50 illik filandan. Oğul filmi, yəni Natiq Qasım. Ola bilər 52-ci ildə. Sonuncu Mike Kanzad oynayan. Futbolçu, sonuncu futbolçu Banikevski'den. Bakı komandası buyurun, kim cavab verəcək? Yaddaşım yadıma sala bilməyəcəm, amma gəlin səsləndirin, bəlkə bu formata qəbul olunur. Bayaqlarım Kürd dili adasında yaşayan
O müəllim haqqındadır bəlkə bu film. Hansı müəllim haqqında? Kürd dili adasında Robinson Crusoe dediyimiz həmin şəxs üzərindən xeyli vaxt keçdi, müğənni gəldi. Ona görə ad soyad yadımdan çıxdı, amma Kürd dili adasının son sakini Robinson Crusoe ləqəbli müəllim. Bəlkə Mingəçevirin yaddaşı daha yaxşıdır. Yoxlayaq. Buyurun, cavabınız Murad. Vüsal üçün təkrarlayarsınız. Bir neçə il öncə çəkilmiş qısa metrajlı sonuncu filmi 1952-ci il doğumlu hansı həmyerlimizə əsr olunub? Biz də xatırlamağa çalışdıq. Bu bir saniyədə ən azından bizim üçün müəyyən müddət qazanırsın, amma təəssüf ki. Vitali Aleksandroviç Proninin adı biraz əvvəl çəkilmişdi. Sadəcə onu xatırlamaq lazım idi. Bəli, düz təxmin etdiniz ki, bu biraz əvvəl verdiyim sualın qəhrəmanı idi. Daha bir sual 2 xal dəyərində. Telefonlar istehsal edən bir şirkət telefonun çox qızmadığını cəmiyyətə isbat etmək üçün etdiyi testdə şokoladdan istifadə etmişdi. Necə? Vaxt. Baki, buyurun. Namik cavab verəcək. Onlar belə eləyirlər, şokoladı qoyurlar telefonun üstünə, yəni qızmayıb deyə, telefon istedi deyə həmin şokolad ərimir. Bəli, 2-0. Onun ərimədiyini göstərmək üçün bir yolu var idi. Növbəti sualı, yenə bir xal. Professor Əhməd Əhmədzadə uzun illər travmatologiya və ortopediya kafedrasında professor kimi çalışıb. Bəs o Azərbaycanda hansı tibbi cihazı ilk dəfə tətbiq edən şəxs olmuşdu? Vaxt. Yenə Mingəçeviri masasında fay start və bu dəfə dördçü nişanından olmadığı üçün imtina etmək alınmır. Ona görə o mikrofonu çıxarıb masadan qalxır. Yusif cərimə skamyasına keçir. Qalan vaxt Bakının. İlizarov olmaz. Yox, İlizarov müharibə dövründə zadlar. Tamam da hərbi həkimlər edir. İlizarov elə özü ilə şəkillər. Prosta ortoped, travm. Məncə, sualı qulaq asın. Yəni, rentgendə təkrarlan Elgün? Zəhmət olmasa təkrar edə bilərsinizmi? Sizcə professor Əhməd Əhmədzadə travmatologiya və ortopediya kafedrasında professor kimi çalışmış Əhməd Əhmədzadə Azərbaycanda hansı tibbi cihazı ilk dəfə tətbiq edən şəxs olub? Gəlin düşünək ki, bu rentgen aparatıdır. Yox. O, yanılmıramsa Rəhim Rəhimovun, yoxsa Rəhim Rəhimovun ilk dəfə tətbiq etdiyi cihaz olub. O ki, qaldı sözü gedən alimə Əhməd Əhmədzadə İlizarov aparatını rəqiblərin təxmin etdiyi kimi İlizarov aparatını ilk tətbiq etmiş alimdir. Mingəçevir komandası indi hesabı bərabərləşdirə bilər. Pilotlar jelenin içərisinə yerləşdirilmiş kiçik bir kağız parçasını təsəvvür etməyi tövsiyə edirlər. Onlar bunu kimə və hansı məqsədlə məsləhət görürlər? Vaxt. Bakı komandası, buyurun. Namiq izah eləyəcək. Onlar belə yəni sərnişinlərə deyirlər ki, özünüzü elə təsəvvür edin ki, jelenin içində kağızsız, yəni turbulent vaxtı həyəcanlanmasınlar deyə sərnişinlərə belə formada izah eləyirlər. 4-0, tamamilə doğrudur. Mən elə bilirdim ki, bu suala Ağarəhim cavab verəcək, çünki Milli Aviasiya Akademiyasını o oxuyub. Bizdə belə deyim, Aviasiya İnstitutunun universitetinin tələbəsi var. Yadımdadır. Ağarəhim axı birinci gün deyil masa arxasındadır. O uzun illər Aviasiya Akademiyasının komandasına böyük töhfələr vermiş oyuncudur və mən onu yenidən masa arxasında görməyə çox şadam. Rəhim, hal-hazırda aviasiya sahəsində çalışırsınız, yoxsa sizin təhsiliniz fərqli elmlərlə bağlı, ixtisasla bağlı idi? Yox, ixtisasım aviasiya yönümlüdür, amma iş həyatım başqa yöndə gedir. Doğrudan həyatınız başqa istiqamətə getdi. Bəli. İzah edə bilərsiniz hara? Daha çox biznes yönümlüdür. Yəni lap göynən gedirsiniz. Çalışırıq. Uğurlar. Növbəti sual bir xal dəyərində və Bakı komandasına həm də qələbə vəd edən sualdır. Çox maraqlı sualdır. Bilməm bunu birisi yoxsa yox. Bir xalq inancı var ki, onu yemək olmaz. Çünki o, Nuh Peyğəmbərin əlindən suya düşmüş Allahın tütəyidir. Vaxt. Buyurun. Mingəçevir komandası kim cavab verəcək? Ruslan. Bəlkə ilan balığı. 4-1. Hesab arasında fərq azalır. Amma çox ciddi yox. 4-1. Görəsə Mingəçevir comeback edə biləcəkmi?
Sonradakı ilan balığı mövzusunu da Mingəçevir də bilməsin, kim bilsin. Növbəti sual. Bu da yaxşı sualdır. 1918-ci ildə, düzdür, kədərli mövzudadır. 1918-ci ildə Bakıda qırğınlar törədiləndə bütün Bakı ətrafı kəndlər kimi Maştağa sakinləri də birləşib şəhərdə təşkil edilmiş barikadalarda vuruşmağa gedirlər. Türk paşalarından biri onlara sual edir ki, hücum vaxtı bayrağı bağlı saxlamaq lazım olduğunu bilmirsinizmi? Seyidlərdən biri qabağa çıxıb ona açıq bayraqla vuruşduqlarını necə izah etmişdi? Vaxt. Peki bunlar balıqçıdırlar, dənizdə də şey yapmaq lazımdır. Küləyin açırlar. Düymə Bakı masasında sıxıldı. Buyurun. Kim cavab verir? Tural cavab verir. Köhnə Bakı Bakı. kəndlərindən düşürsə və Seyid izah eləyirsə, dində də belə olub ki, bizim o vaxtları dinlə bağlı müharibələrdə ərəblər açıq bayraqla döyüşə gediblər və qalibi də gəliblər. Yəni Dindən örnək götürürlər də. Yəni o vaxtları hansısa bir müsəlman dinində, İslam dinində də o vaxtlarda belə qələbə gətirən açıq bayraqla gedirsənsə, əlbəttə qalib gələcək. O vaxtlar dində belə şey gedirlər də. Yaşıl bayrağı idi, indi bizdə fərqli bayraq idi o vaxt. Yanılırsınız. Mingəçevir düşünür. Açıq bayraq ola bilsin ki, yəni qaldırırlar, görsün cəmaət ki, döyüş vaxtı hamı gəlsin, yığışsın, yığışmaq məqsədi ilə şeylər. Və yaxud da kəfən ola bilər, hə, bayrağı, amma yox, kəfən pis versən. Buyurun, Murad. Zəhmət olmasa Adil üçün təkrarlayarsınız. 1918-ci ildə Bakıda qırğınlar törədiləndə Maştağı kəndindən yığışıb Bakıdakı barikadalara yollanan kənd sakinləri arasında görürlər ki, bir nəfər bayrağı açıb gedir və Türk paşaları deyir ki, yəni hücum vaxtı bayrağı bağlı saxlamaq lazım olduğunu bilmirsinizmi? Seyidlərdən biri qabağa çıxıb ona açıq bayraqla vuruşduqlarını necə izah etmişdi? O bayraqla gedən şəxs yəqin ki, qabaqda gedir, ən qabaqda. Bayrağı da açıb yuxarıda saxlayır ki, bütün kənd cəmaəti görsün ki, döyüş vaxtıdır. Açıq bayraqda hamını döyüşə səsləmək məqsədi daşıyır. O da deyil səbəbi. Yenə deyirəm, döyüşə açıq bayraqla atılmırlar. Bu bir qaydadır. O deyirdi ki, biz, Maştağallar deyirdi ki, biz qalib gələcəyimizi o qədər bilirik, əminik ki, ona görə biz bayrağı bükmədik və nəticədə də qalib gəldilər. Növbəti sualın dəyəri qalxır, 2 xal oynanılır. Bir idmançı YouTube kanalı idarə edir və orada dostlarını stolüstü tenisdə məğlub edir. Bu zaman o, heç də həmişə əlində raketka tutmur. Kanal artıq kifayət qədər populyarlaşdıqdan sonra paylaşılan videoda o əlində hansı əşyanı tutur? Vaxt. Bakı komandası, buyurun, döyüşün qalibi ola bilərsiniz. Namiq cavab verəcək. Deməli, YouTube-un müəyyən subscriber sayına çatanda, 101 milyon falan çatanda plaklar verilir. Gümüş, platinium falan. Görmüşəm. Elə onlardan istifadə edib oynayır. Tamamilə doğrudur. 6-1. Bu döyüşün qalibi Bakı komandası olur. İlk qələbə onlara may ayının çempionu adına yaxınlaşmaq fürsəti verir. Bu qələbə çox önəmli idi. Hər iki komanda üçün çox önəmli idi. Elgün, bədii ədəbiyyat oxumağı sevirsinizmi? Artıq keçən verişdə dedim ki, Mark Twain oxumamışam. Ondan sonra komanda yoldaşlarım mən də ümumiyyətlə heç Mən dedim, bəlkə keçən verilişdən bu yana nəsə dəyişib. Biraz oxumuşam. Xalid Hüseyni oxumuşam, bəxtimiz gətirib. Min möhtəşəm günəş əsərində o nələri Kabil səmasının ağası adlandırırdı? Vaxt. Bakı komandası, buyurun. Namiq. Çərpələng. Düzdür. Ən məşhur əsərinin adı da belədir. Çərpələng uçuran Xalid Hüseyni digər məşhur əsərində çərpələngləri Kabil səmasının ağaları adlandırıb. Bu əsərlər Azərbaycan dilinə tərcümə olunub və tövsiyə edirəm ki, oxuyasınız. Murad, siz 61 oyununu oynamısınız? Xeyr. Niyə oynamamısınız? Bu vaxta qədər hamı oynadı, siz oynamadınız. Adətən yay aylarında olur. Çəkilişlər? Çəkilişlər. Tək yayda yox, qışda da çəkirlər. Ola bilər, həmin vaxtı Bakıda olmamışam. Yəqin aparıcı dəyişib ona görə. Məşhur Jeopardy verilişinin, bu isə bilirsiniz də 61 məşhur Jeopardy verilişinin Azərbaycanda yayımlanan lisenziyalı versiyasıdır. Elgün, sizə tanış olmalıdır bu veriliş və o verilişin neçə dəfə qalibi ola bilmişsiniz?
Əgər final qalibliyindən gedirsə söhbət təəssüfkələ mən qazanmamışam, amma komandamızda qazananlar var. Sözün həkimi mənasında qazananlar var. Namik, məşhur Jeopardy verilişinin ardıcıl 74 dəfə qələbə qazanmış əfsanəvi oyunçusu Ken Jennings barədə sual və o bir xatirəsində yazır ki, layihə prodüserlərinin bir tələbi ucbatından o belə uzun seriyaya heç hazır değildi. Yəni 74 ardıcıl qələbə, yəni mən buna hazır değildim. Sözün açığı sizin belə bir probleminiz yoxdur, amma o bu xatirəsində hansı problemlə danışırdı? Vaxt. Buyurun. Tural özü izah eləsin. Buyurun. Mən özüm də 61 oynamışam və orada kifayət qədər verilişlər dəyişir və sən gərək öz paltarını dəyişəsən. Ona görə də o dedi ki, mənim bu qədər paltarım yox idi deyə o problemlə özləşmiş. Bizim də problemimiz yoxdur, çünki bizim maykamız var, formamız var, hazırıq. Xahiş edirəm, sualını sayın. 2-0. Tural, gələn dəfə yazılı şəkildə. Növbəti sual, yenə bir xal. Adil peşman oturub ki, mən sizi bura gətirdim ki, siz rəqiblərə 2 final döyüşündə uduzasınız. Dostlar, bilmirəm sizi alışdıran nə olacaq, amma bəlkə növbəti suala düzgün cavab verməyiniz, bəlkə başqa bir şey. Lazımdır azarkeşlər səsini çıxarsın. Mingəçevir. Oyunu çevirməyin vaxtıdır, başa düşürsünüz? Bob Anderson'ın Wikipedia səhifəsində Üç Muşketör, Zorro'nun maskası, Ulduz müharibələri, Üzüklərin hökmdarı, Karib dənizinin quldurları kimi filmlərin siyahısını görə bilərik. Siz mənə dəqiqliklə deyin, o bu filmlərin çəkilişində hansı funksiyanı yerinə yetirmişdi? Vaxt. Mingəçevir komandası düyməni sıxıb. İlk saniyədir. Səhv etməyin. Fərid cavab verəcək. Buyursun. Bəlkə ola bilsin o kaskadyor olub orada. O filmlərin çəkilişlərində kaskadyor kimi, o riskli səhnələrdə ondan dublyor kimi istifadə ediblər. Yox, elə olmayıb. Masadan qalxmalı olursunuz, Bakı düşünür. Hə, deyəcəm, narahat olmasın. Sualı təkrarlat deyəcəm. Gəlin belə ardıcılıqla davam eləyək. Bu dəfə Səbuy cavab versin. Və mümkünsə sualı təkrarlayarız. Bob Anderson'ın Wikipedia səhifəsində bu filmlərin adını görə bilərik. Üç Muşketör, Zorro'nun maskası, Ulduz müharibələri, Üzüklərin hökmdarı, Karib dənizinin quldurları. Dəqiqliklə deməlisiniz ki, o bu filmlərin çəkilişində hansı funksiyanı yerinə yetirib? Siz sadaladığınız filmlərin əksəriyyətinə baxmışam, orada müxtəlif dövrlərdir və müxtəlif geyimlər var, hansı ki, həmin geyimləri tapmaq çətindir. Yəqin ki, o, bu filmdə geyinən kostyumların dizaynını verib və bu tikilişində dizaynda iştirak edibdir. Çox heyif ki, Bob Anderson bu filmlərdə təsvir etdiyiniz səhnələrin hamısının şahidi olub, geyimlərə valih olub, amma cavabdeh olduğu mövzu başqa olub. O, qılıncla döyüş səhnələrinin xoreoqrafı olmuşdu. Çünki sadalanan bütün filmlərdə qılınc döyüşləri səhnələri var. Növbəti sual 2 xal dəyərində. Mingəçevir üçün super şans yaranıb ki, bu döyüşdə hesabı bərabərləşdirsin. 1982-ci ildə İspaniyada keçirilən futbol üzrə dünya çempionatında bir qrupda Almaniya, Avstriya və Əlcəzair oynayırdı. Əlcəzair qrupdan çıxmağa iddialı idi, lakin Almaniya və Avstriya şübhəli oyunda hər iki komandaya sərf edən nəticə əldə etdilər və Əlcəzair turnirdən kənarda qaldı. Növbəti gün El Comercio qəzeti maç haqqında reportajı idman bölməsində yayımlamadı. Hansı bölmədə dərc etdi? Vaxt. Buyurun, Mingəçevir komandası kim cavab verəcək? Ruslan bu suala cavab verməyə Ruslan, ilk saniyədə səhv etməyin. Səhv etməyin. Olsun siyasi xəbərlər, siyasət bölməsində. Xeyr, yanılırsınız. Masadan qalxmalı olursunuz. Bakı düşünür.
Yox, nəticəni bildirdilər, o səhv eləyən oyunu oynadı. Elə bir səhifə var. Komediyadır, komediya. Gülməli səhifə yox. Üçüncü səhifə olur, cinayət xəbərləri. Cinayət xəbərləri üçüncü səhifə, amma tək cinayət deməyək də, onu deyək ki, bu kriminal xəbərlərdir. Ya da mən deyirəm gülməlidir. Başa salın uşaqlar, başa salın. Elgün, buyurun. Zəhmət olmasa sualı təkrarlaya bilərsiniz. Nəyə görə Xixon biabırçılığı haqqında biz El Comercio qəzetinin növbəti gün çıxan o buraxılışında reportajı idman bölməsində oxuya bilmərik? Hansı bölmədə dərc edilib ki? Gəlin belə düşünək ki, onlar belə deyim, bu razılaşdırılmış oyunla Əlcəzairin bütün ümidlərini öldürdülər. Ona görə də bununla bağlı xəbər qəzetlərin məhz cinayət xəbərləri olan səhifəsində yerləşdirilib. Tam doğru cavab. Bəli, 4-0. Həqiqətən də sözü gedən məqalə kriminal xəbərlər bölməsində dərc edilmişdi. Onlar bunu bir komandaya qarşı cinayət kimi dəyərləndirmişdilər. 4-0 üstünlük Bakıda. Digər tərəfdə Mingəçevir komandası tam tərkibdə qalmayıb. Azarkeşlərin daha böyük dəstəyinə ehtiyac duyur. Onları elə dəstəkləyin ki, masa arxasında olmayan iki oyuncunun da ürəyi rahat olsun. Yox? Eşitmirsiniz məni? Pis eşidirsiniz, başa düşürəm. Beynəlxalq səviyyəli peşəkarların hazırlandığı ixtisaslaşmış akademiyaların birində artıq təcrübəli olan tələbələr üçün qeyri-adi bir məşğələ var. Bu dərs zamanı müəllim zalda gözlənilməz trayektoriya ilə hərəkət edir. Qəfil dayana bilər, qollarını yelliyə və ya bəzən tələbələri təqib etməyə başlaya bilər. Diqqət, sual. Tələbələrin hansıları ən yüksək qiymət alırlar? Vaxt. Buyurun, Bakı komandası. Bugünkü oyunda biz hər şeyi Rəhmi borcluyuq. İnanıram ki, o bizə qələbə də gətirəcək. Bunu mən görmüşəm, səhv eləmirəmsə. Bu ofisiantlar üçün məşğələlərdir və padnosu dağıtmayanlar ən çox xal alırlar. Tamamilə doğru cavab. Ağarəhim komandanı may ayının çempionu edir Bakı komandası. 2 final döyüşündə qələbədən sonra may ayının çempionudur və onlar gördüyünüz kimi Narkubok uğrunda mübarizə aparacaqlar. Beləliklə daha bir yer boş qalır. Kubok uğrunda finalda daha bir yer boşdur və həmin yer uğrunda mübarizə yaxın həftələrdə başlayır. Bir həftədən sonra həmin finala çıxacaq birinci komanda müəyyən ediləcək və sonra digər komandaları. Maraqlı olacaq. Mütləq baxın, bir həftədən sonra da Brain Ringə. Ala gözü beydə, sən qəşəng Həsrətin qəlbimi yandırır ay mənə Ala gözü beydə, sən qəşəng Həsrətin qəlbimi yandırır ay mənə Sənin mən hicrinə dözmərəm Səndən mən əlimi üzmərəm Ala göz şirin sözü beylə mən sənə yalvarıram Dərdinə eyvə tək saraldım gəl mənə yalvarıram Ala göz şirin sözü beylə mən sənə yalvarıram Dərdinə eyvə tək saraldım gəl mənə yalvarıram Yaz gəlib hər yanda açmışdır gül çəmən Bənövşə tək boynum əyilmişdir qəmdən Yaz gəlib hər yanda açmışdır gül çəmən Bənövşə tək boynum əyilmişdir qəmdən Sənin mən hicrinə dözmərəm Səndən mən əlimi üzmərəm Ala göz şirin sözü beydə mən sənə yalvarıram
Dərdindən eyva tək saraldım, gəl mənə yalvarıram. Ala göz şirin söz zibeydə mən sənə yalvarıram. Dərdindən eyva tək saraldım, gəl mənə yalvarıram. Sənin mən hicrinə dözmərəm, səndən mən əlimi üzmərəm. Ala göz şirin söz zibeydə mən sənə yalvarıram. Dərdindən heyva tək saraldım, gəl mənə yalvarıram. Ala göz şirin söz zibeydə mən sənə yalvarıram. Dərdindən heyva tək saraldım, gəl mənə yalvarıram. Ala göz şirin söz zibeydə mən sənə yalvarıram. Dərdindən eyva tək saraldım, gəl mənə yalvarıram. Ala göz şirin söz zibeydə mən sənə yalvarıram. Dərdindən eyva tək saraldım, gəl mənə yalvarıram. Zibeydə